Hər vaxtınız xeyir olsun. MİQ çərçivə sənədinə yeni daxil edilən əsərlərdən biri də İlyasın nağlıdır. Vaxt itirmədən keçək əsərin izahlı oxusuna. Badi giriftar, hamam içində. Xəlbir saman içində. Dəvə dəlləklik elər köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin budu batdı. Hamamçının tası yox, baltaçının baltası yox. Orada bir tazı gördüm, onun da xaltası yox. Biri var idi, biri yox idi. Allahdan başqa heç kim yox idi. Gördüyünüz kimi əsər nağıllara məxsus sabit forma janr xüsusiyyətlərindən biri olan Pişrovla başlayır. Pişrovun nağlın məzmunu ilə xüsusi bir əlaqəsi yoxdur. Əsasən dinləyicinin diqqətini cəlb etmək üçün işlədilir. Daha sonra biri var idi, biri yox, nağıllara aid ənənəvi giriş verilir. Deməli bu hissə qeyd edək. Bu hissə Pişrov adlanır. Nağılımız Pişrovla başlayır, hansı ki Pişrovun nağılın məzmunu ilə xüsusi bir əlaqəsi olmur. Keçmiş zamanlarda bir tacir var idi. Bu tacirin İlyas adlı bir qulu var idi. Tacir İlyası öz oğlu kimi istəyirdi, İlyas da taciri öz dədəsi kimi. Deməli tacir İlyası öz oğlu kimi, İlyas da taciri öz dədəsi kimi istəyirdi. Bir gün tacir əlində olan var-yox mayasını batırdı. O çox fikirli oturmuşdu. İlyas bunu qüssəli görüb yanına gəldi, dedi: "Ağa, nə fikir eləyirsən? Dərdini de, bəlkə çarə elədim." Deməli tacirin qəmli oturmasına səbəb nə idi? Əlində olan mayasını, var-yox mayasını batırması. O çox fikirli oturmuşdu və bunu görən İlyas ona yaxınlaşır, soruşur: "Ağa, nə fikir eləyirsən? Dərdini de, bəlkə çarə elədim." Bəlkə çarə elədim. Tacir gülüb dedi: "Ay İlyas, sən bir qul adamsan. Mənim dərdimə nə çarə eləyə bilərsən?" İlyas dedi: "Ay ağa, sən özün bilirsən ki, mən səni nə qədər istəyirəm. Bəlkə ikimiz bir yerdə dərdinə dərman elədik." Tacirin çarəsi kəsildi, dedi: "İlyas, mən var-yox mayamı batırmışam. İndi əlimdə bir qəpik mayam yoxdur. Onun fikrini eləyirəm ki, indi mən nə eləyəcəyəm?" Deməli tacir onun belə deyək də ona kömək edəcəyinə inanmır və ona deyir ki, sən bir qul adamsan, mənim dərdimə nə çarə eləyə bilərsən? Və İlyas isə bu fikirdə idi ki, bəlkə ikimiz birlikdə dərdinə bir dəva etdik, dərman elədik və tacirin də təbii ki, çarəsi kəsilmişdi və dərdinin nə olduğunu İlyasa açıqlayır. Davam edək. İlyas deyir: İlyas dedi: "Ağa, bundan asan şey yoxdur. Apar məni, sat, həmin pulu əlində maya ilə." Deməli İlyasın çarəsi nə oldu? İlyas belə bir çarə təklif etdi ki, apar məni sat, həmin pulu əlində maya ilə. Yəni və İlyasa görə bundan asan şey yoxdur. Yəni dərdi belə deyək də, dərmanı tapılmayacaq bir dərd deyil. Tacir gülüb dedi: "İlyas, əvvəla mən səni çox istəyirəm. Necə səni aparım satım? Bir də ki, sənə nə pul verəcəklər ki, mən onu əlimdə maya eləyim." Deməli, tacir bu fikirdə idi ki, birincisi düşünürdü ki, mən səni çox istəyirəm. Necə səni aparım satım? Bir də ki, sənə nə pul verəcəklər ki, mən onu əlimdə maya eləyim. İkincisi isə düşünürdü ki, sənə nə pul verəcəklər ki, mən onu əlimdə maya eləyim. Tacir gülüb dedi. Deməli, tacir gülüb nə dedi? Mən səni çox istəyirəm, səni necə aparım satım? Bir də ki, sənə nə pul verəcəklər ki, mən onu əlimdə maya eləyim. İlyas dedi: "Ağa, mən qiymətli qulam. Mən dünyada 3 şeyi yaxşı tanıyıram: atı, daşqaşı, adamı." Deməli İlyas özünün qiymətli qul olduğunu düşünürdü. Deyir: "Mən qiymətli qulam və mən dünyada 3 şeyi yaxşı tanıyıram: atı, daşqaşı, bir də adamı. Odur ki, apar məni bazara, 500 tüməndən aşağı satma." Deməli qiymətin belə deyir ki, 500 tüməndən aşağı satma. Həmin pulu gətir, əlində maya ilə. Yəni İlyasın belə deyək də, tacirin dərdinə olan əlacı bundan ibarət idi ki, apar məni sat, 500 tüməndən aşağı satma, həmin pulu gətir, əlində maya ilə. Tacir biraz fikir elədi, gördü başqa çarə yoxdur. İlyası qul meydanına apardı. Kim gəlib qiyməti soruşdu, tacir 500 tümən deyib, özü də 3 şeyi bildiyini xəbər verdi.
Bu vaxt padşahın vəziri buradan keçirdi. Bu səsi eşidib tacirin yanına gəldi. Dedi: "Qulu neçəyə deyirsən?" Deməli bu kimin sualı idi? Padşahın vəzirinin. Padşahın vəziri bu vaxt buradan keçirdi və gəlib belə bir sual verir ki, deməli qulu neçəyə deyirsən? 500 tümən deyirəm. Özü də 3 şeyi yaxşı tanıyır. Adamı, atı, daşqaşı. Yəni bu sözləri hər kəsə deyirdi. Vəzir dedi: "Sən dəli olmusan nədir? Heç padşahın bütün qulları 500 tümənə dəyməz." Vəzirin cavabı necə oldu? Deyir ki, sən dəli olmusan nədir? Heç padşahın bütün qulları birlikdə 500 tümənə dəyməz. Vəzir gedib padşaha əhvalatı danışdı. Təbii ki, belə deyək də, padşahın vəziri razılaşmır və amma gedir bu söhbəti padşaha danışır. Vəzir gedib padşaha danışır, amma padşah isə belə deyək də, bu padşaha maraqlı görünür və get həmin qulu al deyir. Vəzirə deyir ki, get həmin qulu al. Vəzir 500 tümən gətirib tacirə verdi, İlyası aldı, gətirib padşahın qullarının içinə ötürdü. Tacir də həmin pulu əlində maya eləyib alış-verişinə başladı. Bir gün padşaha, deməli belə deyək də, İlyasın deməli dediyi çarə, belə deyək də, onu aparıb bazarda satması tacirin işinə yaradı. Və tacir də həmin pulu gətirdi, əlində maya eləyib alış-verişinə başladı. Bir gün padşaha, artıq belə deyək də, İlyasın padşahın evində olan əhvalatları, başına gələn hadisələrdən bəhs olunur. Artıq o həmin hissəyə keçid edirik. Bir gün padşaha, bu hissəni yaxınlaşdıraq. Ümid edirəm ki, yaxşı görünür. Deməli, bir gün padşaha bir gözəl at gətirdilər. Bir gün padşaha bir gözəl at gətirdilər. Həmin ata baxıb bəhbəh dedi. Hər kəs yəni baxıb bəhbəh. Heç kim atda bir eyib tapmır. Padşah əmr elədi, İlyası gətirdilər. Axı İlyas demişdi atı yaxşı tanıyır. İlyas baş əyib dedi: "Qibləyə aləm sağ olsun. Bu ata heç söz yoxdur. At birinci atdır. Amma bunun bir eybi var. Suya girsə yatar." Deməli o da tərifləyir. O da deyir ki, at birinci atdır, amma bir eybi var. Suya girsə yatar. Hamı dedi: "Heç elə şey olmaz." İlyas dedi: "Padşah sağ olsun, mənim dövlətim yoxdur. Ancaq başımı girov qoyaram. Atı salaq suya. Əgər yatmasa mənim boynumu vurun." Hətta belə deyək də, o bir şərtdə kəsir ki, şərtdə qoyur ki, mənim dövlətim yoxdur. Ancaq deyir, başımı girov qoyaram. Əgər at yatmasa suya girəndə, onda mənim boynumu vurun. Deməli bu kimin şərti idi? Bu İlyasın şərti idi ki, əgər atı salaq suya, əgər at yatmasa, mənim boynumu vurun deyir. Bəli, atı mindilər, suya vurdular. At suya girən kimi yatdı. Hamı məhdəl qaldı. Padşah ilə İlyasdan soruşdu: "İlyas, bu at niyə suya girən kimi yatdı? Axı İlyas da demişdi at yatacaq." İlyas dedi. İlyas səbəbini belə açıqlayır. İlyas deyir ki, padşah sağ olsun. Bu at, yəni səbəbini də deyir ki, bu at niyə görə suya girəndə yatır. Deyir, bu camış südü veriblər bu ata. Odur ki, suya girəndə camış kimi yatdı. Belə deyək də, o atı görən kimi tanıdı, bildi ki, bu atın belə bir xüsusiyyəti var. Yəni suya girən kimi yatacaq. Bununla bərabər atın niyə belə olduğunu da belə deyək də izah edir. Səbəbini də demiş olur. Deyir ki, bu ata camış südü veriblər. Odur ki, suya girəndə camış kimi yatdı. Səbəbi də deyir, bu ata camış südü veriblər. Odur ki, suya girəndə camış kimi yatdı. Padşah atı satandan soruşdu: "Sən bu ata camış südü vermisən?" Və at satan da belə cavab verdi: "Bu at anadan olandan sonra anası öldü. Mən də onu camışımızla əmizdirdim." Bəli, həqiqətən də İlyasın dedikləri doğru olur. Padşahın İlyasdan çox-çox xoşu gəldi və dedi: "Bu atı alın, ilxiyə qatın, çapışmada lazım olar." Deməli, atdan necə istifadə edilər? Atın taleyi nə oldu belə deyək? Padşah deyir ki, həmin atı padşah ilxisına qatır və çapışmada lazım olar deyir.
Özü də əmr elədi ki, bundan sonra mən yeyən xörəkdən İlyasa da verin. Belə deyək, İlyas atı, daşqaşı və insanları yaxşı tanıyır. Artıq o belə deyək də, o dediklərinin birinci mərhələsindən, o atı tanıma mərhələsindən uğurla keçir və bunun nəticəsi necə olur? Bunun nəticəsində padşah əmr eləyir ki, bundan sonra İlyas mən yeyən xörəklərdən yeyəcək. Əmr elədi ki, bundan sonra İlyas mən yeyən xörəkdən İlyasa da verin. Bu, belə deyək də, İlyasın atı tanımasının nəticəsi oldu. Bəli, İlyas hər gün padşah yeyən xörəkdən yeyirdi. Bir gün qonşu ölkələrin padşahları artıq daşqaş məsələsinə keçirik. Bir gün qonşu ölkələrin padşahları bu padşaha qonaq gəlmişdilər. Bir nəfər də padşaha yumurta boyda bir almaz gətirmişdi. Almaz günəş kimi alışıb yanırdı. Hamı almaza baxıb bəh-bəh eləyib deyirdi. Bu almazın heç qiyməti yoxdur. At məsələsində də belə olmuşdu. Yəni baxanlar onu çox yüksək dəyərləndirmişdilər. Eləcə də almazda da elə olur. Birdən padşahın yadına düşdü ki, axı İlyas daşqaşı yaxşı tanıyır. Tez əmr elədi, İlyası çağırtdırdı. İlyas gəldi, baş əydi, dayandı. Padşah dedi: "İlyas, oğul, bu almaza qiymət qoy" deyir. Baxaq İlyas almazı necə dəyərləndirəcək. İlyas almazı əlinə aldı. Deməli, İlyas almazı əlinə aldı. Bir o tərəfə, bir bu tərəfinə baxdı, dedi: "Padşah sağ olsun, almaz 30 tüməndən yuxarı dəyməz. Çünki bunun üzü almazdır, içi torpaqdır" deyir. Deyir 30 tüməndən yuxarı qiyməti olmaz. Çünki sadəcə üzəri almazdır, içi isə torpaqdır. Hamı dedi, heç elə şey ola bilməz. İlyas dedi: "Padşah sağ olsun, əmr eləyin almazı sındırsınlar. İçindən torpaq çıxmasa boynumu vurun." Deyir ki, yenə də deyir almazı sındırsınlar. Torpaq çıxmasa boynumu vurun. Xatırlayırsınızsa az öncə at məsələsində də İlyas belə bir şərt qoymuşdu ki, əgər at suya girsə, yatmasa, onda boynumu vurun. Orada da elə demişdi və bunu artıq ikinci dəfə deyir bunu. İkinci dəfə deyir. Bəli, padşah əmr elədi, almazı sındırdılar. Almaz sınan kimi içindən torpaq töküldü. Təbii ki, yenə almaz belə deyək, İlyasın dedikləri doğru oldu. Hamı utandı, başını aşağı saldı. Padşah fərəhləndi ki, belə bir qulu var. Yəni padşah deməli İlyas ilə fərəhlənir. İlyas ilə burada fəxr eləyir. Deməli padşah nə zaman belə deyək də İlyasa görə fərəhlənir, fəxr eləyir ki, belə bir qulu var. Almaz söhbətində fərəhləndi ki, belə bir qulu var. O İlyasa şirin sözlər deyib məclisində oturtdu. Bəli, padşah əmr etdi ki, bundan sonra İlyas mənim özümlə çörək yeyəcək. Baxın, birinci məsələdə, deməli at məsələsində atları yaxşı tanımasının nəticəsi belə oldu ki, deməli padşah əmr elədi ki, İlyas onun yediyi yeməkdən yeyəcək. İkinci məsələdə, yəni almaz məsələsində isə nəticə belə oldu ki, padşah əmr elədi ki, İlyas bundan sonra mənim özümlə çörək yeyəcək. Bugündən İlyasla padşah həmişə bir yerdə çörək yeyirdilər. Bu şəhərdə gözəllikdə misli bərabəri olmayan ağıllı bir qız var idi. Artıq biz keçirik üçüncü məsələyə, insan tanıması barədə. Deməli, bu şəhərdə gözəllikdə misli bərabəri olmayan ağıllı bir qız var idi. Bu qızın gözəlliyi bütün şəhərdə məşhurdur. Amma bu qızı heç kim görməmişdi. Ancaq adını eşitmişdi. Deməli, şəhərdə heç kəs görməmişdi. Sadəcə adını eşitmişdilər. Onun haqqında qara fikir, acı söz deyən yox idi. Qız haqqında hər kəs müsbət fikirdə idi. Bircə adam da ona qonaq olub kəlmə kəsməmişdi. Deməli, bircə adam da ona qonaq olub kəlmə kəsməmişdi. Bir gün padşah fikirləşdi ki, necə ola ki, ölkənin sahibi olam. Bu ölkədə yaşayanlarla danışa bilməyim. Əmr elədi ki, axşam saat 8-dən sonra bir adam da eşikdə qalmasın. Bir adamın pəncərəsi açıq olmasın. Əmrimə tabe olmayanların başını bədəndən ayıracağam. Deməli, padşah belə bir şərt qoyur ki, axşam saat 8-dən sonra heç kəs çölə çıxmasın. Əgər kim onun əmrinə tabe olmasa, əmrimə tabe olmayanların başını bədəndən ayıracağam deyir. Deməli,
Rəngi dəyişək. Hə, əmrimə tabe olmayanların başını bədənindən ayıracağam deyir. Əgər kimsə onun belə deyək də əmrini pozsaydı. Bəli, elə ki axşam saat 8 oldu, qorxudan hamı evinə çəkildi. Biraz keçmişdi ki, padşah yavaş-yavaş evindən çıxıb həmin gözəl qızgilə tərəf getməyə başladı. Deməli, axşam saat 8-də padşah yavaş-yavaş evdən çıxıb həmin gözəl qızgil tərəf getməyə başladı. Bəli, padşah gəlib qızın qapısını döydü, qulluqçu qapıya gəldi. Deməli, qapını açan qız olmur ha, qulluqçusu olur. Padşah dedi, get xanıma de ki, padşah gəlib. Qulluqçu gedib bunu xanıma çatdırdı. Xanım isə belə bir qəribə bir cavab verir. Get padşaha de ki, bir inəyim var, nə arıqdır, nə kökdür. Öldürsəm, nə qədər piyi çıxar? Belə bir cavab verir, qapalı bir cavab verir. Qulluqçu gəlib xanımın dediyini padşaha dedi. Padşah biraz fikirləşdi, axırda dedi, get xanıma de ki, 4 put. Padşah deyir ki, deməli, inəyi öldürsə 4 put piy çıxar. Qulluqçu isə dedi. Qulluqçu deməli gedib bunu xanıma çatdırdı. Xanım dedi, getdiyinə xoş gəldi, gedə bilər. Yəni məlum məsələdir ki, qızın bu cavab xoşuna gəlməyib. Elə padşah istəyirdi qayıtsın, gördü ki, bir qaraltı gəlir, öz-özünə dedi, bu kimdir mənim əmrimdən çıxıb şəhərdə gəzir? Yaxşı, mən sabah onun atasını yandırıram, qoy yaxınlaşsın, görüm kimdir. Deməli, padşah elə qızgirdən çıxanda görür ki, bir qaraltı gəlir. Axı padşah əmr vermişdi ki, heç kəs bayıra çıxmasın, onun boynunu vurduracağım. Görür ki, həmin əmrini pozan olub və buna maraqlı gəlir. Gedir, orada kolluqda gizlənir. Tez gizləndi orada olan ağacların dalında. Dedi, qoy görüm. Dedi, qoy görüm. Görür ki, vəziridir gələn və fikirləşir ki, görüm vəzirin fikri nədir? Vəzir qızın qapısına yetişdi, qapını döydü. Qulluqçu gəldi, vəzir dedi, yenə eyni əhvalat. Vəzir də eynən padşah kimi deyir ki, get xanıma de ki, bəs vəzir gəlib, qulluqçu da gedir xanıma deyir, yenə xanım qulluqçu gəlib eyni cavabı verir. Deyir, xanım deyir ki, bir inəyim var, nə arıqdır, nə kökdür, öldürsəm nə qədər piyi çıxar. Eynən padşah kimi. Vəzirin artıq cavabı başqa cür olur, fərqli olur. O 7 put deyir. Belə qeyd edək də. Deməli, bunu bir qədər deməli, padşah deyir 4 put. Padşah 4 put deyir. 4 put. Vəzir neçə put deyir? Vəzir isə 7 put deyir. Amma təbii ki, bunlar qızın belə deyək də bəyəndiyi cavablar olmur heç biri. Və eynən padşaha dediyi kimi deyir, vəzir istəyirdi qayıtsın. Vəzir istəyirdi qayıtsın, bir də gördü ki, bu da bir qaraltı gəlir. Öz-özünə dedi, ayə, bu kimdir eşiyə çıxıb? Səhər padşaha deyəcəyəm, bunun başını bədəndən ayırsın. Yəni, buna da maraqlı gəlir ki, padşahın əmrini, belə padşaha maraqlı gələn vəzir olur, vəzirə də maraqlı gələn, bu gələn artıq İlyas idi. Deyir, səhər padşaha deyəcəyəm ki, bunun başını bədəndən ayırsın. Tez ağacların dalına girdi, gizlənsin, gördü padşah da burada, mısıb, o da gizlənib orada. Davam edirik. Vəzir istədi tez səs eləsin, padşah dedi, dinmə. Görək, bu gələn kimdir? Artıq 3-cü gələn İlyas idi. Dinmə, görək, bu gələn kimdir? Görək, bu nə edəcək? Artıq belə deyək də, İlyas onlardan fərqli davranır, İlyas onlardan fərqli cavab verir. Bunlar burada mıstılar, qaraltı yaxınlaşdı, gördülər bu gələn İlyasdır. İlyas qızın qapısını döydü, qulluqçu gəldi. İlyas dedi, get xanıma de ki, padşahın qulu İlyas gəlib. Qulluqçu gedib, deməli, həmin qız ilə yaxınlaşan, qapını döyən 3 kəs olur. Kimlər? Birincisi padşah, ikincisi padşahın vəziri, üçüncüsü isə İlyas. Padşah ilə vəzirin cavabından razı qalmır, amma İlyasın cavabından razı qalır. Qulluqçu gedib xanıma xəbər verdi, gəlib həmin sualı ona da verdi. İlyas dedi, get xanıma de ki, qəbuldur. Artıq belə deyək də, vəzir və padşahdan fərqli olaraq İlyas həmin qızın dediyini anlamışdı və onun dediklərinə uyğun şəkildə də, razı qalacağı şəkildə də onun sualını cavablandırmış olur. Padşahla vəzir lap məhtəl qaldılar. Dedilər, nə olsun ki? Bunu biz də deyərdik də. Yəni, belə deyək də, onlara adi görünən bu cavab əslində həmin qızın alacağı cavab idi. Bəli, qulluqçu gəlib qapını açdı, İlyas içəri girdi. Padşahla vəzir işi belə görüb tez bir təhər özlərini qızın bağçasına saldılar. Ağacların altında gizləndilər. Gördülər ki, İlyas eyvanda əyləşib.
Deməli, İlyas içəri girdikdən sonra bu padşah ilə vəzirə maraqlı gəlir və onlar girib bağçaya özlərini birtəhər qızın bağçasına saldılar və ağacların altında gizlənirlər. Görürlər ki, İlyas eyvanda əyləşib. Bəli, qulluqçu əlində bir məcməyi, üstündə ağ örtük, deməli əlində bir məcməyi, üstündə bir ağ örtük gətirib İlyasın qabağına qoydu. İlyas məcməyinin örtüyünü götürdü. Məcməydə bir qayçı var idi. Deməli, məcməydə olanları deməli qeyd edək. Məcməydə nə var idi? Məcməydə bir qayçı, bir kağız, bir Quran, iynə, bir top iynə, bir də nar var idi. Deməli, qayçı, kağız, Quran, iynə və nar var idi. Padşahla vəzir dedilər, hələ qoyaq ki, biz də demişik qəbuldur. Yaxşı, bəs bu nə olsun? Nar, Quran, iynə, qayçı, yəni bax bunlar nədir bəs? Bu sirri ki bilməyəcəkdik. Qoy görək İlyas nə eləyəcək? Yəni onlar fikirləşirlər ki, biz qəbuldur desəydik, lap tutaq ki, biz də İlyas kimi dedik qəbuldur. Amma bunları ki bilməyəcəkdik. Baxaq İlyas bunlarla nə edəcək? İlyas iynələri götürüb hamısını bir-bir narın üstünə taxır. Deməli nə edir? İynələri narın üstünə taxdı. Sonra kağızı götürüb cıqqılı-cıqqılı doğradı. Kağızı neynədi? Kağızı doğradı. Sonra Quranı öpüb yerinə qoydu. Padşahla vəzir bir-birinə dedilər, yaxşı, bu nə deməkdir? Bu halda qulluqçu gəldi, məcməyini apardı. Bəli, elə ki qulluqçu məcməyini apardı, xanım eyvana gəldi. Hə, qız artıq bayıra çıxdı. Məlahətli bir səslə dedi, İlyas, nəhayət bu şəhərdə ağıllı, mərifətli bir adam tapıldı ki, dərdini onunla bölüşəsən. Belə görünür ki, İlyas qızın dediklərini anlamışdı və qızın da ürəyi incə idi. Dediklərindən də məlum olur ki, İlyas ona görə bu şəhərdə ağıllı, mərifətli bir adam sayılır. Vəzirlə padşahın az qalırdı paxıllıqlarından bağırları çatlasın. Hə, vəzir və padşahın paxıl olmalarını biz əsərin bu hissəsində müəyyən etmiş oluruq. Deməli, hansı ki, həmin qız bayıra çıxır və İlyasa belə bir tərif yağdırır, ona ağıllı, mərifətli deyir və bu hissədə, əsərin məhz bu hissəsində vəzirlə padşah az qalırdı paxıllıqlarından bağırları çatlasın. Bu faktı da qeyd edin. Ertəsi gün İlyas çox bivaxt gəldi. Padşah dedi. Təbii ki, padşah və vəzir qayıdır və həmin hadisədən bir gün sonra, yəni səhəri günü İlyas çox belə bivaxt gəlir də, vaxtsız gəlir. Və padşah da ondan soruşur. İlyas, gecə hardaydın? İlyas dedi, padşah sağ olsun. Bu hissəni yaxınlaşdıraq. Hə, deyir ki, İlyas, gecə hardaydın? O da deyir ki, padşah sağ olsun deyir. Məni satan deyir tacirin anasını mən özümə ana kimi bilirdim deyir. Məni satan özümə ana kimi bilirdim. O da məni çox istəyirdi. O ölübdü, yəni məni satan tacirin anası ölübdü. Getmişdimdir onun qəbrinin üstünə. Qəbrin üstündə ağladım, yuxu tutdu deyir. Qaldımdır qəbrin üstündə. Bir də gördüm ki, səhərdim. Hə, deməli İlyas gecə hardaydın sualına belə cavab verir. Deyir, mən satan tacirin anasını çox istəyirdim. Onun anası ölüb. Onun qəbrinin üstünə getdim. Ağladım, yuxu apardı və bir də ayılanda gördüm ki, səhərdir. Padşah bilirdi ki, İlyas yalan deyir. Çünki padşah görmüşdü axı onu. İlyas, düzündür, gecə hardaydın? İlyas dedi. Padşah sağ olsun, yuxu tutmuşdu. Qalmışdım qəbrin üstündə. Sanki bu dərzi şagirdi Əhməddə belə deyək də, orada biz Əhmədin inadkarlığını görürük. Şah Abbasın sualına cavab olaraq eynən elə deyir, dediyini deyir. Bax burada da o ümumiyyətlə dərzi şagirdi Əhməd nağılı ilə bu nağılın arasında oxşarlıqlar çoxdur. Əhmədi xatırladır, yəni. Yenə də dediyindən dönmür. Orada yuxunu soruşurdu Əhməddən, nə yuxu görmüşdün, dediyini deyirdi, bilmədiyini deyirdi, yəni yuxunu açıqlamırdı. Burada isə gecə hardaydın sualına cavab olaraq yenə də deyir ki, tacirin anasının qəbrinin üstündeydim, uzanmışdım, qalmışdım və yuxu aparmışdı, yuxu tutmuşdu, qalmışdım qəbrinin üstündə. Eyni cavabı verir. Padşah hirsləndi, şirin sözləri bir kənara qoyub qəzəblə dedi, İlyas, düzünü de görüm gecə hardaydın, yoxsa başını bədənindən ayıraram. Hə, artıq padşah əsəbləşir və nə deyir? Deyir ki, yoxsa düzünü deməsən, gecə harda olduğunu deməsən, başını bədənindən ayıraram deyir. Davam edirik. Padşah yenə dedi, padşah sağ olsun. Yox, İlyas yenə dedi, üzr istəyirəm. Padşah sağ olsun. Yuxu tutmuşdu, qalmışdım qəbrin üstündə. Padşah əmr elədi ki, aparın bu məlunu oxlayın. Deməli, birinci nə deyir? Deyir ki, yoxsa başını bədənindən ayıraram. Padşah birinci nə dedi? Birinci dedi ki, başını bədənindən ayıraram. Daha sonra nə deyir? Daha sonra isə deyir ki, ikinci bunu deyir. Deyir ki, aparın deyir bu məlunu oxlayın deyir. Amma oxları atanda onları öyrədir ki, elə atın ki, İlyasa dəyməsin deyir.
elə atın ki, İlyasa dəyməsin. Çünki bu sirləri öyrənmək istəyirdim. Başa düşdünüz? Deməli, birinci dəfə deyir ki, gecə hardaydın sualına cavab olaraq əsəbləşib deyir ki, sənin başını bədəndən ayıraram. İkinci dəfə artıq belə deyək də çox əsəbləşir və deyir ki, aparın bu məlunu oxlayın, əməli işə keçir belə deyək. Hə, oxlayın deyir, amma oxları elə atın ki, İlyasa dəyməsin deyir. Bəli. İlyası oxa basdılar, amma ox İlyasa dəymirdi. Boynunun, qoltuğunun altından keçirdi. Belə deyək də, qorxutma xarakterli, qorxutmaq istəyirdi. Padşah gəldi dedi. İlyas, düzünü de görüm gecə hardaydın? Yoxsa bu saat səni astırıram deyir. Hə, yenə də eynən oxlatdıqdan sonra da deyir ki, yoxsa bu saat səni astırıram. Bu isə artıq üçüncü belə deyək də, onun hədə qorxusu oldu. Birinci dəfə deyir ki, boynunu vurduracam. Başını bədəndən ayıraram. İkinci dəfə deyir ki, bu məlunu oxlayın. Üçüncü dəfə deyir ki, səni astıraram. İlyas yenə də dedi. Yenə də deyir, eyni yuxu tutmuşdu, qalmışdım qəbrin üstündə deyir. Padşahın qəzəbi artdı. Hirs beyninə vurdu, gördü ki, bu dediyini deyir. Əmr elədi. Bu saat bunu asın. Hə, artıq yenə də əmr edir ki, birinci astırıram demişdi. Artıq əsəbləşdikdən sonra deyir ki, bu saat bunu asın. Məlunu oxlayın, bir bunu demişdi. Bu saat bunu asın. Bir də deməli az öncə oxumuşduq. Orada da demişdi ki, başını bədəndən ayıraram deməsən. Bəli, İlyası dar ağacının altına gətirdilər. Həqiqətən də artıq İlyası asmaq üçün gətirirlər. Kəndiri boğazına saldılar. Elə ki istədilər kəndiri çəksinlər. Bir də gördülər ki, bir atlı çapa-çapa gəlir. Atlı elə yeyin gəlirdi ki, sürətlə. Atın üstündəkini görmək mümkün değildi. Elə ki dar ağacının altına yetişdi. Çapa-çapa yerə deyir bir nar vurub həmin atlı. Yel kimi getdi. Nar parçalanıb dağıldı. Deməli, hansı ki İlyası artıq dar ağacının altına gətirmişdilər. Sürətlə bir atlı gəlir, yerə nar atır, çıxır gedir. İlyas dedi, dayanın, deyim. Artıq bunları atandan sonra İlyas belə qərara gəlir ki, dayanın, deyim. Hansı hadisədən sonra İlyas demək qərarına gəlir? Narı atdıqdan sonra, qız gəlib narı atdıqdan sonra deyir ki, dayanın, deyim. Bəli, İlyasın boynundan kəndiri açdılar. İlyas dedi, padşah sağ olsun, gedək saraya, bu sirri tək sənə deyəcəyəm. Deməli, İlyas deyir ki, saraya gedək saraya, bu sirri tək sənə deyəcəyəm. Padşahla İlyas getdilər saraya. Məsələn, testə düşə bilər ki, İlyas belə deyək də, sirri hər kəsin ətrafında dedi, hər kəsin içində dedi, insanların arasında deməyi istədi. Yəni bunlar yanlış olar. Padşaha təklikdə demək qərarına gəlir. Yəni gecə harda olduğunu təklikdə deyir. Padşahla İlyas getdilər saraya. İlyas dedi, padşah sağ olsun, gecə mən filan gözəl qız gilə qonaq getmişdim deyir. Onun ağlına, kamalına, qeyrətinə heyran oldum. Necə ki, belə deyək də, qız onun haqqında müsbət fikirdə idi, ona mərifətli, ağıllı demişdi. Eyni zamanda İlyas da qız haqqında bu fikirdə idi. Padşah dedi, yaxşı, o pi məsələsi nə idi ki, sən dedin qəbuldur? Axı bunlar belə deyək də, padşah xatırlayırsınızsa 4 put demişdi. Vəzir isə 7 put demişdi. Amma İlyas onlardan fərqli olaraq fərqli cavab verdi. O dedi ki, qəbuldur. İndi bu da ondan soruşur ki, o nə idi elə dedin ki, qəbuldur. İlyas deyir, padşah sağ olsun. Padşah sağ olsun. Xanım o sualla demək istəyirdi ki, sən məni görməmisən, bilmirsən, arığam, kökəm, gözələm, çirkinəm. Həqiqətən də görməmişdi axı. Deyirsən, yəni qız demək istəyirdi ki, sən bilmirsən, arığam, kökəm, gözələm, çirkinəm, ağıllıyam deyir, ağılsızam deyir. Onda mən də dedim ki, qəbuldur. Yəni hər necə də olsan, onda mən də dedim ki, qəbuldur. Yəni necə də olsan, qəbuldur. Yəni hər necə olsan, gözəl də, çirkin də, arıq da, kök də, ağıllı da, ağılsız da mənə qəbulsan. Yəni İlyas bunu demək istəmişdi. Qəbuldur dedikdə, qız necə olursa olsun, onun qəbuludur demək istəyib. Onda qapını açdılar, məni içəri buraxdılar. Padşah dedi, yaxşı. O məcməyi məsələsi nə idi? Yəni belə deyək də, orada padşahın maraqlı gələn iki məqam idi. Birincisi İlyasın qəbuldur deməsi, ikincisi isə İlyas artıq eyvana keçəndən sonra o məcməyi gətirmişdilər. Xatırlayırsınızsa kağız, qayç, iynə, nar var idi. Onları soruşur. İndi soruşur, bunu öyrəndi artıq cavabını. Bunu bildi ki, nə məsələdir. İndi deyir ki, o məcməyi məsələsi nə idi? Padşah sağ olsun. O atlı ki, keçdi, nar vurdu yerə, nar dağıldı. Həmin qızdı. Narı yerə vurdu, dedi ki, bu sirrin mənimsə qoy açılsın. Tək ki, sən ölmə. Odur ki, mən də olanları dedim.
Hə, o məcməyi məsələsini də izah etdi ki, o gələn yerə deməli narı atan qız idi və o bununla bildirmək istədi ki, bu sir mənimdirsə, qoy açılsın, təki sən ölmə. Padşah İlyasa bəhbəh deyib öz yanında oturtdu, dedi: Artıq biz üçüncü dəfə də artıq padşah birinci dəfə belə deyək də at məsələsində İlyası bəyənmişdi və o yeyən xörəklərdən o da yeyirdi. İkinci dəfə almaz məsələsində belə deyək də onunla fərəhlənmişdi, xatırlayırsınızsa və o gündən onunla yeməyə başlamışdı. Üçüncü məsələni də artıq İlyas açıqladıqdan sonra yenə o İlyasa bəhbəh deyib öz yanında oturtdu və dedi: İlyas, axı sən adamı da tanıyırsan. İndi də görüm mən necə adamam? Hə, belə deyək də, o İlyasın adam tanıma məsələsində, adamları tanıma məsələsində biz qızla olan dialoqunda da görürük adam tanımasını. Oradan da məlum olur ki, İlyas həqiqətən də insanları tanıyır, o qızın nə demək istədiyini digərlərindən fərqli olaraq anladı. Eyni zamanda padşah adam tanıma məsələsində özünü də maraqlanır. Deyir ki, İlyas, axı sən adamı tanıyırsan, indi də görüm mən necə adamam? Davam edək, baxaq görək. İlyas nə cavab verəcək? İlyas deyir ki, padşah sağ olsun. Padşah sağ olsun. Sən çörəkçi oğlusan. Padşah çörəkçi oğlu adlandırır. O deyir ki, sən nə danışırsan? Mən padşah oğluyam. Mənim atam da bu şəhərin padşahı olub. Atam da şəhərin padşahı olub deyir. Babam da hətta. Atam da, babam da şəhərin padşahı olub. İlyas dedi: Padşah sağ olsun. Əmr elə, anan gəlsin, soruş. Elə olmasa boynumu vurdur. Yəni padşah belə düşünürdü ki, deməli özü də padşah oğludur və onun babası da padşah olubmuş. Amma İlyas deyir ki, əgər güvənmirsənsə, inanmırsansa, ananı çağır, ən dəqiqi ondan soruş. Yəni anan gəlsin, soruş. Əgərdir elə olmasa deyir, boynumu vurdur. Hə, elə olmasa boynumu vurdur deyir. İlyas ümumiyyətlə xatırlayırsınızsa, o at məsələsində də, almaz məsələsində də, belə deyək də o adam tanıma məsələsində də padşah çörəkçi oğlu deyir. Hər üçündə əgər belə olmasa boynumu vurdur deyir. Yadınızda qalsın. Padşah anasını çağırdı, dedi: Ana, düzünü de görüm, mən kimin oğluyam? Mənim atam kim olub? Anası dedi: Mən həmlə olanda padşah dedi ki, hamilə olanda yəni, padşah dedi ki, əgər qız doğsan, səni öldürəcəyəm. Əgər qız doğsan, səni öldürəcəyəm. Oğlan olsa, nəs desən gözüm üstə deyir. Vaxtı çatanda mənim deyir, qızım oldu deyir. Qonşuda çörəkçinin nesi oğlu oldu. İşi belə görəndə çörəkçiyə pul verdik. Baxın, çörəkçiyə deyir, pul verdik. Uşaqları dəyişdirdik. Yəni çörəkçi, qonşuda olan çörəkçinin oğlu olub və çörəkçiyə pul veriblər, uşaqları dəyişdiriblər. İndi sən doğrudan da deyir çörəkçi oğlusan. Bəli, anasının dilindən də bu fakt təsdiqlənir ki, İlyasın dedikləri təsdiqlənmiş olur ki, padşah həqiqətən də çörəkçi oğluymuş. İlyas padşahdan acı söz gözləyirdi, amma o İlyasa afərin deyib soruşdu. İlyas, sən nə bildin ki, mən çörəkçi oğluyam? Deməli, baxın, burada bir belə deyək də təzad var, qarşılaşma var, ziddiyyət var. İlyas padşahdan nə gözləyirdi? İlyas padşahdan acı söz gözləyirdi. Amma nəticəsi nə oldu? O İlyasa afərin deyib soruşdu. İlyas, sən nə bildin ki, mən deyir çörəkçi oğluyam? İlyas dedi: Padşah sağ olsun. Sən məndən razı qalanda qızıl gümüş vermədin, çörəyinə şərik etdin. Hə. Axı o atı tanıyanda, almazı tanıyanda onu çörəyinə şərik etmişdi. Bax, o faktlara əsasən o anlayıb ki, o çörəkçi oğludur. Deyir, yəni İlyas bundan bilibmiş ki, o çörəkçi oğludur. Deyir, sən nə bildin ki, deyir, mən çörəkçi oğluyam? O da deyir ki, sən məni çörəyinə şərik etdin, ondan bildim. Padşah dedi: Yaxşı İlyas, bəs o qız kimdir? Bildiniz də, o şəhərdə yaşayan o gizli qızdan danışılır. Padşah sağ olsun. O qız padşah qızıdır deyir. Padşah anasından soruşdu. Gördü doğrudan da həmin qız bunun yerinə dəyişilən qızdır. Aha. Sən demə, bu faktları biz anadan öyrənmiş oluruq. Çünki belə deyək də, ana dəyişdirib də o qonşuda olan çörəkçi oğlu ilə öz oğlunu, qızı. Ona görə də bu faktları anadan öyrənmiş oluruq, padşahın anasından. Sən demə, anası ona gizlicə qızıl gümüş verib dolanışığını saxlayırmış. Amma özünü qızına nişan verməyibmiş. Deməli gizlicə yardım edirmiş. Öz qızı olub da. Amma özünü qızına nişan verməyibmiş, amma özünü tanıtmayıb həmin qıza. Padşah soruşdu: İlyas, bəs sən kimsən? İlyas dedi: Padşah sağ olsun.
Mən bir bağban oğluyam. Mən uşaq olanda, belə deyək də, padşah insanla bağlı bir özünün necə insan olduğunu soruşur. Bir özünün necə insan olduğunu soruşur. Deməli, o deyir ki, necə adamam deyir. O da deyir ki, sən çörəkçi oğlusan. Özünün necə adam olduğunu soruşur. İkinci qızı soruşur, adamlarla bağlı deyir, o qız kimdir. Üçüncü isə İlyası soruşur ki, bəs sən kimsən? O da deyir ki, deməli özünü soruşanda deyir ki, çörəkçi oğlusan. Qızı soruşanda deyir ki, qız padşahın qızıdır. İlyası soruşanda isə, yəni İlyas sən kimsən deyəndə isə İlyas deyir ki, mən bir bağban oğluyam deyir. Mən uşaq olanda bizim şəhərə hücum eləyib basırlar, məni əsir eləyirlər. Aha. Sonra da gətirib qul yerinə satırlar. Axı tacirin qulu idi o. Hə. Deməli, mən uşaq olanda şəhərə hücum ediblər. Bunu əsir götürüblər. Sonra da gətirib qul kimi satıblar və taleyi belə olub ki, qul olub. Padşah həmin qızı İlyasa aldı. 40 gün, 40 gecə toy elədi. Öz tacını başından götürüb İlyasın başına qoydu və dedi: "Padşahlığa sən layiqsən. Padşahlığa sən yararsan. Sənin biliyin mənimkindən çoxdur." Biz yəni buradakı belə deyək də, biz padşah obrazını dəyərləndirməli olsaq, mən deyərdim ki, müsbət obrazdır. Yəni burada belə deyək də, padşah əsərin əvvəlindən demək olar ki, yəni əsas hissələrdə biz padşahı müsbət obraz olaraq görürük. İndi belə deyək də, bir-iki məqamda var. Düzdür, o da belə deyək də, mən onu elə dəyərləndirirəm ki, o əsəbləşir. Çünki o sualına cavab ala bilmir. Ona görə də qəzəblənib deyir ki, boynunu vurduraram, astıraram, oxlayın. Amma sırf belə deyək də, onun niyyəti İlyası öldürmək deyil də, onun sualına cavab almaq niyyəti idi. Ona görə edir belə. Bir də məsələn orada paxıllıqlarından az qala bağrıları çatlasın, o qız gilə gedəndə orada da görürük paxıllıqlarını. Amma belə ümumilikdə götürdükdə padşah belə deyək də, o İlyasın əziyyətini, İlyasın biliyini dəyərləndirən bir obraz kimi yadda qalır. Birinci dəfə onu deməli o yeyən yeməkdən yeyir, ikinci dəfə artıq onunla yemək yeməyə başlayır. Hə, üçüncü dəfə insan məsələsində, tanıma məsələsində isə artıq tacını başından götürüb İlyasın başına qoyur və deyir ki, padşahlığa sən yararsan. Sənin biliyin mənimkindən çoxdur. Görürsüz, təvazökar davranır. Göydən 3 alma düşdü. Biri mənim, biri nağıl deyənin, biri də özümün. Bu da artıq belə deyək də, nağıllara məxsus ənənəvi sonluqdur. Sən 100 yaşa, mən 250. Hansı çoxdur? Sən götür, sən sağ, mən salamat. Bu qədər.